Salam əziz müəllimlər, mən Murad müəllim. Bugün DİM test toplusunun 2025-ci il ikinci hissəsində olan genetika bölməsi üzrə bəzi yenilənmiş suallara baxacaq. Keçək testlərə. Deməli, ilk sualımız olacaq 180 nömrəli sual. Sualda deyilir, sxemdə nəsil ağacı göstərilmişdir. Nəsil ağacı göstərmişdir və şərt olaraq deyir ki, sxemə əsasən deyir, F2 nəslindəki mavi gözlü uşaq haqqında hansı mülahizə səhvdir, deyir. Tamam. Baxaq, nə verir bizə nəsil ağacında? Kiçik A, kiçik A, böyük A, kiçik A. Bu şəkildə bizə valideyn verilibdir. Digər bir halda isə böyük A, kiçik A və böyük A, kiçik A şəklində başqa bir nədir? Valideynlər verilmişdir. Bu valideynlərin çarpazlaşması zamanı, yəni kiçiyə kiçiyə, böyüyə kiçiyə, böyüyə kiçiyə şəklində bir övlad əmələ gəlib. Daha sonra başqa bir valideynlərin heterozigot formalarının çarpazlaşması zamanı yenə də kiçiyə kiçiyə şəklində bir övlad dünyaya gəlmişdir. Sonra F1 nəsildə alınanlar bir-birləri ilə çarpazlaşır və nəhayət sonda yenə də kiçiyə kiçiyə şəklində son bir fərdimiz, F2 nəslimiz, yəni əmələ gəlmiş olacaqdır. Baxaq. Səhvi soruşur bizdən. Hansı mülahizə səhvdir, deyir. A variantında deyir, anası mavi gözlük genini daşıyır. Anası mavi gözlük daşıyır. Yəni, bu sonda yaranmış uşaqdan söhbət gedir, F2 nəslindəki uşaq. Bunun anası deyir, mavi gözlük genini daşıyacaqdır. Mən baxıram ki, bu valideynlərin hər ikisində nə var? Kiçik A geni var. Demək ki, mavi gözlülük genini daşıyır hər ikisi. Ona görə də mən fərqi yoxdur. Buna tutaq ki, ana desəm, buna tutaq ki, ata desəm, nə olacaq? Həqiqətən də hər iki halda da, əksini də desəm, hər iki halda da nə olacaq? Mavi gözlük genini daşımış olacaqdır anası. Deməli, A variantını getdir, çünki səhvi soruşur bizdən. B variantda deyir, onun atasının valideynləri heterozigotdur, deyir. Onun atasının, tamam, bu F2 nəslinin, deyir, atasının valideynləri. Tutaq ki, atanın bunu nəzərdə tutmuşam. Atasının valideynləri, bəli, heterozigot formada ola bilər. Bu səbəbdən nədir? Bunu mən səhv olaraq qəbul edə bilməyəcəm. B variantı da doğruluğu var. C variantına baxıram. C variantında deyir, fenotipi yalnız atanın genləri əsasında formalaşıbdır. Aha, bu övladın fenotipi yalnız atanın genotipi, genləri əsasında formalaşır, deyir. Xeyr, bilmək lazımdır ki, övladda kiçik A, kiçik A homozigot resessiv formanı görürəmsə, demək ki, bu kiçik A-ların biri anadan gəlib, digəri isə nədən gəlib? Atadan gəlib. Yəni, nə edib? Həmin mavi gözlüyün ortaya çıxması həm atadan, həm də anadan asılı olacaqdır. Yəni, C variantım nədir? Yanlış olur. Bizdən də yanlışı soruşduğuna görə doğru cavabımız C variantı olacaqdır. Növbəti sual. Növbəti sualımız olacaq 34-cü sual. 34-cü sualda nə deyilir? Cinsiyyət xromosomları homoloji cüt əmələ gətirmir, deyir. Cinsiyyət xromosomları homoloji cüt əmələ gətirmir deyirsə, mən baxacağım nəyə? X, Y şəklində cinsiyyət xromosomları olan canlılara. Madyan bilirik ki, burada dişi fərddən söhbət gedir. Burada madyanda, dişilərdə X şəklində olacaq cinsiyyət xromosomları. Xoruzdur. Xoruz nədir? Erkək quşlar sinfinə aid olan erkək fərddir. Erkəklərdə, quşlarda əksinə olurdu. X şəklində olurdu. Dişi desəydi, XY şəklində nəzərə alardı. Deməli, 2. Ayğır erkək fərddən söhbət gedir. Bunların erkəklərində nə olacaq? XY şəklində cinsiyyət xromosomları olmuş olacaqdır. 4-də nədir? Ala-bula pişiklər. Ala-bula pişik bilirik ki, nədir? Dişi pişikdir də. Dişidirsə, deməli, bunun cinsiyyət xromosomları nə olacaq? XX şəklində olmuş olacaq. Demək ki, mənim homoloji cüt əmələ gətirməyən cinsiyyət xromosomları sadəcə nədə olacaq? 2-də, yəni ayğırda olmuş olacaqdır. Doğru cavab olacaq A variantı. Daha sonra keçək 36-cı suala. Bu 36-cı sualda
işarələnmiş həmin bu yuvarlaq və kvadratik işarələrin içərisində iki rəqəmi yoxdur, amma cavablarda iki rəqəmini verib. O səbəbdən mən bunu yanlış olaraq belə deyək, işarətlədim. E, Keçək növbəti sualımıza. 72-ci sual. 72-ci sualda nə deyir bizə? Deyir ki, daltonizm xəstəliyi X xromosomu ilə daşınır. Hə, tamam, daşınsın. Aşağıdakı nəsil ağacına diqqət yetirin deyir. Daltonizm olan erkək fərd kvadratdır, içərisi rənglənmişdir. Daltonizm olmayan dişi fərddir, yuvarlaqdır, içərisi boşdur. Və normal erkək fərddir, kvadratikdir, içərisi boşdur. Belə, tamam. Ə, Deməli, valideynlərdir mənə veribdir valideynləri. Valideynlər çarpazlaşıb və övladlar dünyaya gəlibdir. Dünyaya gələn övladlar X, Y, Z şəklində bizlərə göstərilmişdir. Deməli, mənə nə deyir? Şərtdə deyir ki, səhv mülahizəni müəyyən edin deyir. Tamam. Səhv mülahizəni müəyyən etməmişdən əvvəl mən bir valideynləri neyniyəm? Bir çarpazlaşdırıb, həmin bu daltonizm xəstəliyinə uyğun olaraq qeyd edin genotiplərini. Sonra baxım, əmələ gələn övladlarda hansı formalar əmələ gəlir? Heteroziqotdurmu, yoxsa homoziqot formadadırmı, xəstədirmi, sağlamdırmı? Buna baxaq. Tamam. Deməli, X xromosomu ilə daşındı. X xromosomu ilə deməli bu erkək XY olduğuna görə bunun X-ində nə var? Mənim kiçik D-im olmuş olacaq nağdı. Bu heç. Dişi fərddə isə mən bilmirəm X X-dir. Yəni XX şəklində bunun üzərlərində böyük D, kiçik D-dir, yoxsa böyük D, böyük D şəklində olmuş olacaq. Yəni ya daşıyıcı ola bilər, ya da nə ola bilər? Sağlam, sağlam ola bilər. Bu çarpazlaşma nəticəsinə baxıram ki, əmələ gələn övladlardan biri X-dir, kvadratikdir, içərisi boşdur, yəni erkək fərddir. Erkək fərddirsə mənim burada olan ata valideyni nə edəcək? Özündən bir dənə Y verəcək. Y verəcək və nə baş verəcək? Ana isə özündən bir dənə nə verir? X vermiş olur. X versin. Bunun birini böyük D olaraq işarətləyir. Demək ki, bu nə verir? Özündən sağlam X üzəri böyük D şəklində sağlam genini vermişdir. Və nəticədə nə olub? Sağlam formada erkək əmələ gəlir. İkinciyə baxıram, Y kvadratikdir, içərisi doludur. Deməli, yenə də ata özündən Y verəcəkdir erkək əmələ gəlməsi üçün. Ana isə demək ki, özündən xəstə geni verib ki, bunların birləşməsi nəticəsində xəstə övlad dünyaya gəlib. Yəni, X üzəri kiçikdir, Y şəklində bir həmin bu erkək övlad meydana gəlmişdir, dünyaya gəlmişdir. Daha sonra baxırıq Z-ə. Z-də nədir? Yuvarlaqdır və içərisi boşdur. Yuvarlaqdır, içərisi boşdursa, ata nağdı buradan X üzəri kiçik deyil. Yəni, xəstəlik daşıyan genini verəcək. Demək ki, ana nə verib? Sadəcə X böyük D-sini verib ki, nəhayətində birləşmə nəticəsində əmələ gələn fərd nə olub? Daşıyıcı formada olub, canını qurtarıbdır daltonizm olmaqdan. Belə. Sonra baxaq variantlara. Qeyd elətdik, hamısını bildik, tapdıq. Kimdə nədir? A variantında deyir, Z-in sağlam fenotipə malik olmasına səbəb olan gen ona anasından keçmişdir. Z-imiz budur. Z-imiz budur. Bir dəqiqə qələmi dəyişdirək. Qırmızı qələm edək. Tamam. Z-imiz budur. Burada deyir olan sağlam fenotipə malik olması ana tərəfindən verilib ona, yəni bu xüsusiyyət. Tamam. Z-də baxıram ki, ata nağdı xəstə genini verib, ana isə nə verib? X böyük D-ni veribdir və nə olub? Sağlam övlad nəticədə dünyaya gəlmişdir. Demək ki, həqiqətən də A variantım nədir? Doğrudur. Mənə isə səhv lazımdır. B-də nədir? Y-in sağlam fenotipli qızlarının hamısı daşıyıcı olacaq deyir. Y budur. Y-in sağlam fenotipli qızlarının hamısı daşıyıcı olacaq. Tamam. Y özü erkəkdir. Qızı əmələ gəlirsə özündən nə verəcək? X kiçik D şəklində. Yəni, xəstəlik daşıyan X xromosomu verəcəkdir. Və ana isə nə verəcək? Ana isə özündən X üzəri böyük D şəklində bir
gen vermiş olacaq ki, xromosomunu vermiş olacaq ki, nəhayət nəticə etibarilə nə olacaq? Sonda x böyük D, x kiçik D şəklində daşıyıcı formalar əmələ gələcək. Çünki deyir, sağlam fenotipli qızlarının sağlamdırsa, demək ki, ana ancaq nə verib? Böyük D-ni verib, x üzəri böyük D və ə, ata da sadəcə x üzəri kiçik D-ni verə bildiyinə görə avtomatik hamısı nə olmuş olacaq? Daşıyıcı formada sağlam olmuş olacaqlar. Bu da yanlışdır, üzr istəyirəm. Bizə, daha doğrusu doğrudur, mənə səhv olan lazımdır. C-də deyir, Y-in anası bu xəstəliyin daşıyıcısıdır, deyir. C-də Y-in anası bu xəstəliyin daşıyıcısı. Y-imiz göz önümüzdədir. Anası, Y-in anası kimdir? Bu. Y-in anası budur. Y-in anası deyir, bu xəstəliyin daşıyıcısıdır. Tamam. Erkək fərd özü, Y-in anası. Üzr istəyirəm. Y-in anası o deyil. Y-in anası budur. Y-in anasının daşıyıcı olduğu da zaten gözümüzün önündədir. Demək ki, bu da doğrudur. C variantda getdi. D-də deyir, Z-in oğlanları heç vaxt xəstə ola bilməz. Z-in oğlanların xəstə olması mümkün olacaq. Nəyə görə? Çünki Z özündən x üzəri kiçik D-ni verərsə, ata da özündən y-ni verərsə, bu zaman x üzəri kiçikdir, y şəklində xəstə övladlar nə edə bilər? Dünyaya gələ bilər. Ona görə də həmin bu D variantındakı Z-in oğlanları heç vaxt xəstə də ola bilməz variantı yanlış olmuş olacaq ki, bizim üçün elə yanlış lazım idi. Doğru cavab D variantı olacaqdır. Daha sonra baxaq 73-cü suala. 73-cü sualda deyir, uyğunluğu müəyyən edin. İki dihidrozigot fərdlərin çarpazlaşması zamanı fenotip, genotip nisbətini verib, epistaz, genlərin komplementar təsiri, bir əlamətə görə natamam dominant, hər iki əlamətə görə tam dominantlıq veribdir və bunların fenotip, genotip nisbətlərini bir-bir tapmanızı istəyir. Zaten bunlar əzbər məlumatlardır. Bilirik ki, epistaz nəticəsində nə olacaq? Nisbət 3-ün 9-a şəklində olacaqdır. Deməli, 1-ə D-miz aid olacaq, 2-yə aid olacaq genlərin komplementar təsirinə 2-nin 9-a nisbəti uyğun gələcək. Yəni, C variantı uyğun gələcək. Üçüncü olacaq nə? Bir əlamətə görə natamam dominant, bir əlamətə görə natamam deyirsə, bu zaman o artıq 6-nın 9-a şəklində götürəcəyik. Yəni, B variantını götürəcəyik. 4-də isə hər iki əlamətə görə tam dominant. Zaten bunu da görməkdən bezmişik. Bu da nədir? 4-ün 9-a şəklində, yəni A uyğun gələcəkdir. DCBA, DCBA, yəni Y variantını uyğun olaraq seçirik. Daha sonra növbəti sual olacaq 76-cı sual. 76-cı sualda şəkildəki prosesin baş verməsi səbəb ola bilər, deyir. Nəyə səbəb ola bilər? Tamam. Deməli, burada xromosomlar verilib bizə, 2 ədəd xromosomlar verilib və şərt belə, yəni variantlar olaraq da nə deyir? 1, 2, 3, 4, 5, 6, 6 dənə variant veribdir. Bunlardan hansı deyir? Doğrudur. Doğrunu seçməyimizi istəyir, yəni. Baş verə bilər başlığı altında. Deməli, bir də nə deyir? Mutagen orqanizmlərin dil yaranmasına səbəb olar. Burada hər hansı bir mutasiya prosesi baş vermir. Sadəcə burada mübadilə prosesi baş verdiyindən bunu mutagen orqanizmlərin yaranması kimi algılaya, qəbul edə bilmərik. 1 yanlış olacaqdır. 2-də nə deyir? Qametogenez zamanı 2 növ qametin yaranması. Xeyr, burada yenə də mübadilə prosesi olduğuna görə valideynlər kimi 2 tip və valideynlərdən fərqli 2 tip, ümumilikdə 4 tip, yəni qamet əmələ gətirir ki, nəticə etibarilə də bu da nə olur? Yanlış olmuş olur. 3-də deyir, qametogenez zamanı 4 növ qametin yaranması, bəli, artıq bu doğrudur. 4-də nə deyir? Genom mutasiyalarının yaranmasına səbəb ola bilər. Genom mutasiyanın yaranmasına səbəb olacaq hər hansı bir şey yoxdur. Burada xromosomun sayının azalması, artması, heç hansı bir proses baş vermədiyinə görə 4 də yanlış olacaqdır. 5-də nə deyir? Əmələ gələcək fərdlərdə irsi müxtəlifliyə. Aha, əmələ gələcək fərdlərdə irsi müxtəlifliyə səbəb ola bilər. Çünki burada dediyim kimi dəyişikliklər baş verir, mübadilə baş verir və nəticəsində həmin mübadilə getmə nəticəsində əmələ gəlmiş qametlərin birləşməsi nədir? İrsi müxtəlifliyə səbəb olmuş olacaqdır.
Və 6-da nə deyir? Genomda yeni gen kombinasiyaların yaranması zaten elə bunu da indicə demiş olduq. Eyni sözlə ifadə etdik. Yəni doğru cavablar 3, 5, 6 olmuş olacaqdır. Belə əziz müəllimlər, hələ ki bu qədər. İnşallah ki, vaxt edib daha da çox testlərin izahını verməyə çalışacağam. Ümid edirəm sizlər üçün yararlı oldu, izah edici oldu. Dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.